İkinci fəsil İmam Həsən Muctəba əleyhisselamın həyatı. Məzlumların köməkçisi, misilsiz bir bəxşiş, Müaviyə ilə sülhün səbəbləri imamın öz dilindən, sülh müqaviləsinin mətni, nəyə görə İmam Həsən əleyhisselam sülh, İmam Hüseyn əleyhisselam isə qiyam etdi. İmam Həsən əleyhisselamın həyatı barədə qısa məlumat. Əli əleyhisselamın Peyğəmbər Səlavatullahın əziz qızı xanım Zəhra Səlamullahi əleyha ilə evlənməsinin ilk meyvəsi, Şiələrin ikinci imamı Həzrəti Həsən Muctəba əleyhisselam hicrətin 3-cü ili Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir. İmam Həsən əleyhisselam öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən əleyhisselam təxminən 7 yaşında olarkən Peyğəmbər Səlavatullah dünyadan köçmüşdü. Peyğəmbər Səlavatullahdan sonra təxminən 30 il atası Əli əleyhisselamla birgə olmuşdur. Atasının şəhadətindən sonra, yəni hicrətin 40-cı ilindən sonra 10 il müddətinə qədər müsəlmanlara imamlıq etmiş və nəhayət hicrətin 50-ci ilində Muaviyənin hiləsi ilə 48 yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbristanlığındadır. Məzlumların köməkçisi. İslam dinində varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmalıdırlar. İslam Peyğəmbəri və dini rəhbərlər, yəni imamlar, bu barədə nə təkcə sifarişlər etmiş, hətta İslam Peyğəmbəri və dini rəhbərlər, yəni imamlar, bu barədə nə təkcə sifarişlər etmiş, hətta hərə öz zamanında insansevərliyin və zəifpərvərliyin bir nümunəsi olmuşlar. İkinci imam, elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi, məzlumların köməkçisi, miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O, Həzrətin vücudu dərdli ürəklərin, fağır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əlboş yeri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, imam onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq imam onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə utanmağa icazə verməzdi. Suyuti öz kitabında yazır, Həsən İbni Əli əleyhisselam bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O, alicənab, səbirli, vüqarlı, mətin, səxavətli və cəmaatın hörmət bəslədiyi bir şəxsiyyət idi. İbrətamiz incəlik. İmam Həsən əleyhisselam bəzi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq cəmaatı heyran qoyardı. İmam əleyhisselamın bu cür külli miqdarda pulu bir dəfəyə bağışlamasının bir incəliyi o idi ki, imam ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin bu pulla əlinə sərmayə də gətirə bilərdi. İmam Həsən əleyhisselam kasıba onun bir günlük ehtiyaclarını ödəyən miqdarda pul verməyi rəva görmürdü. Belə olan halda həmin şəxs məcbur olub gündəlik yeməyi üçün ona buna əl uzatmalı idi. Bu səbəbə görə də Həzrət Həsən kasıba çoxlu pul verərdi. Elm və fəzilət ailəsi. Bir gün Osman məscidin kənarında oturmuşdu. Kasıb bir kişi ondan kömək istədi. Osman çıxarıb ona 1 dirhəm pul verdi. Kişi Osmana dedi, məni elə bir adamın yanına göndər ki, mənə biraz çox kömək etsin. Osman, məscidin bir küncündə əyləşmiş İmam Həsən əleyhisselam və Abdullah İbni Cəfərə tərəf işarə edib, kişiyə dedi ki, orada oturmuş cavanların yanına get
və onlardan kömək istə. Kişi onların yanına gəlib kömək istədi. İmam Həsən əleyhissalam buyurdu: Ancaq 3 halda başqalarından maddi kömək istəmək olar. Boynunda diyə, qan bahası olub onu ödəyə bilmədikdə, külli miqdarda borclu olub qaytarmaq iqtidarında olmadıqda və ehtiyac içində olub əli heç bir yerə çatmadıqda. İndi bu 3 şeyin hansı biri sənə üz vermişdir? Kişi cavab verdi ki, mənə də məhz bu 3 şeydən biri üz verib. İmam Həsən əleyhissalam çıxarıb 50 dinar pulu kişiyə verdi. Halbuki 1 dinar 10 dirhəmə bərabər idi. Bunu görən İmam Hüseyn əleyhissalam da 49 dinar, daha sonra Abdullah ibn Cəfər 48 dinar kişiyə verdilər. Kasıb kişi qaydarkən Osmanın yanından keçirdi. Osman kişiyə dedi, nə oldu? Kişi cavab verdi ki, səndən pul istədim verdin, ancaq heç soruşmadın pulu nəyə görə istəyirəm. Ancaq o 3 nəfərin yanına gedəndə onlardan biri istəyimin səbəbini soruşdu, mən də cavab verdim. Sonra onların hərəsi mənə bu qədər pul verdi. Osman dedi, bu ailə elm, hikmət çeşməsi, fəzilət və yaxşılıq mənbəyidir. Onlar kimisini nə vaxt tapa bilərsən? Misilsiz bəxşiş. İmam Həsən əleyhissalam bütün qüdrətini yaxşı və Allah bəyənən yollarda sərf edər, Allah yolunda çoxlu miqdarda pul bəxşiş edərdi. Tarixçilər və alimlər o həzrətin şərəfli həyatı haqqında misilsiz bir bəxşiş qeyd etmişlər ki, bu da heç bir rəhbərin həyatında gözə dəymir. İmamın bu hərəkəti o həzrətin əli açıqlığından əlavə, onun dünyanın aldadıcı naz-nemətinə olan etinasızlığını da göstərir. Tarixçilər yazırlar, İmam Həsən Müctəba əleyhissalam ömründə 2 dəfə bütün mal dövlətini, 3 dəfə isə mal dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir. Vasitəli köməklik. İmam Həsən əleyhissalamın şəxsiyyətinin böyük və ali olması bir nəfər imkansız şəxsin onun evindən əliboş geri qayıtmasına icazə vermirdi. İmamın birbaşa və bilavasitə kömək etməyə imkanı olmadıqda, vasitəli şəkildə imkansızların ehtiyacını ödəməyə çalışardı. O, müxtəlif yollarla tədbir görüb, ehtiyacları ödəyər və müşkülatı həll edərdi. Belə rəvayət olunur ki, bir gün Həzrətin cavanlıq dövrlərində, 2-ci xəlifənin zamanında kasıb bir kişi onun yanına gəlib kömək istədi. İş elə gətirmişdi ki, həmin vaxt imamın pulu yox idi. Digər tərəfdən də kasıb kişinin onun evindən əlboş geri qayıtması İmam əleyhissalamı utandırırdı. Buna görə İmam Həsən əleyhissalam kişiyə buyurdu, səni məqsədinə çatmaq üçün bir yerə göndərsəm razı olarsan? Hara? Bugün xəlifənin qızı rəhmətə getmişdir. Xəlifə qızına əza saxlayır. Hələ heç kəs ona gəlib başsağlığı verməmişdir. Xəlifənin yanına get və sənə öyrədəcəyim ifadə ilə ona başsağlığı ver. Sən bu yolla öz məqsədinə nail olarsan. Xəlifəyə necə başsağlığı verim? Xəlifənin yanına gedib belə de, Əlhəmdülillahilləzi sətərəha biclusikə əla qəbriha və la hətəkəha biclusiha əla qəbrik. İfadənin mənası belədir ki, həmd olsun Allaha ki, səni qızının qəbri üstündə oturmaqla onun həyasını saxladı və onu sənin qəbrin üstündə oturmaqla həyasını aparmadı. Yəni qızın səndən qabaq dünyasını dəyişib torpaq altında yatmışdırsa, bu atasının sayəsindədir. Yox, əgər sən ondan tez ölsəydin, ola bilərdi ki, onun həyası geçsin. Kasıb kişi İmam əleyhissalamın dediyi kimi də etdi. Məhəbbətlə dolu olan xəlifənin qəlbində böyük təsir göstərdi və onun kədərini, qəm qüssəsini azaltdı. Xəlifə əmr etdi ki, kişiyə bəxşiş versinlər. Sonra xəlifə kişidən soruşdu, bu sözləri sən özündən dedin, yoxsa səni bir öyrədən var? Kişi cavab verdi ki, xeyr, bunları mənə Həsən İbn Əli əleyhissalam öyrətmişdir. Xəlifə dedi, doğru deyirsən, o fəsahətli və şirin sözlər mənbəyidir. İmam Həsən əleyhissalamın Muaviyyə ilə bağladığı sülhün səbəbləri haqqında araşdırmalar. İmam Həsən əleyhissalamın həyatının ən əsas və ən mühüm hissəsi onun Muaviyyə ilə sülh bağlaması və imamın məcburi şəkildə xilafətdən
eləcə də İslam hökumətindən kənarlaşdırılmasıdır. İmam əleyhisselamın həyatının bu hissəsi barədə çoxlu söhbətlər olmuş və hətta bu hissə diqqətsiz dostların və qərəzsiz düşmənlərin səhvə yol verməsinə səbəb olmuşdur. Bəziləri İmam Həsən əleyhisselamın həyatını və o günkü dövrün hadisələrini mütaliə edərək belə suallar irəli sürürlər ki, nəyə görə İmam Həsən əleyhisselam Müaviyə ilə sülh etmişdir? Məgər Əli əleyhisselamın şəhadətindən sonra o həzrətin şiələri və ardıcılları onun oğlu İmam Həsən əleyhisselama beyət etməmişdilər? Yaxşı olmazdımı ki, İmam Hüseyn əleyhisselam qaldıran qiyamı İmam Həsən əleyhisselam elə əvvəlcədən qaldıraydı? Belə olduqda ya qalib gələrdi, ya da şəhadəti ilə Muaviyənin hökumətini laxladardı. Bu suallara cavab verməzdən qabaq, 3 məsələyə diqqət yetirmək lazımdır. 1. İmam Həsən əleyhisselamın imamətindən qabaqki mübarizələri. Tarix şahiddir ki, İmam Həsən əleyhisselam çox şücaətli və dözümlü bir insan olmuşdur. Qorxu heç vaxt ona yol tapa bilməmişdir. O, İslamın inkişafı yolunda əlindən gələni əsirgəmirdi və daima Allah yolunda cihad etməyə hazır idi. İmam Həsən əleyhisselam Cəməl döyüşündə. İmam Həsən əleyhisselam Cəməl döyüşündə atası ilə bərabər cəbhənin ön xəttində vuruşur və Əli əleyhisselamın şücaətli və dilavər dostlarını ötərək düşmən ordusuna güclü hücumlar edirdi. Döyüş başlamazdan qabaq isə atasının əmri ilə Əmmar Yasir və Əli əleyhisselamın bir neçə digər dostları ilə birgə Kufə şəhərinə gəlib, əhalini bu döyüşdə iştirak etməyə çağırmışdı. İmam Həsən əleyhisselam Kufəyə gələndə, hələ Əbu Musa Əşəri Kufənin Osman tərəfindən təyin edilmiş hökumət başçılarından biri kimi qalırdı. Əbu Musa Əşəri bu vəzifəsindən istifadə edərək, Əli əleyhisselamın ədalət əsasında qurulmuş hökuməti ilə müxalifət edir və şəhər əhalisini Cəməl döyüşündə iştirak etməkdən və o həzrətə arxa durmaqdan çəkindirirdi. Ancaq buna baxmayaraq İmam Həsən əleyhisselam Kufədən 9000 nəfərlik ordu yığıb Cəməl döyüşünə getmişdi. İmam Həsən əleyhisselam Siffin döyüşündə. İmam Həsən əleyhisselamın Siffin döyüşündə də ordunu səfərbər edib Əli əleyhisselamın başçılığı altına gətirməkdə böyük rolu olmuşdur. O həzrət öz mətin və kəskin çıxışları ilə Kufə əhalisini Əli əleyhisselamın ordusuna qoşularaq xainlər və İslam düşmənlərinə qarşı vuruşmağa dəvət edirdi. İmam Həsən əleyhisselamın haqq yolunda fədailiyi o dərəcədə idi ki, Əli əleyhisselam Siffində öz səhabələrinə deyirdi ki, Həsən və qardaşı Hüseyn əleyhisselamın mübarizə etməkdən qarşısını alın. Məbadə onların ölümü ilə Peyğəmbərin nəsli kəsilə. 2. İmam Həsən əleyhisselamın Bəni Umeyyə ilə kəskin mübarizələri. İmam Həsən əleyhisselam haqqı bəyan etməkdə və İslam əsaslarını qorumaqda əsla səhlənkarlıq etməzdi. O, Muaviyənin qeyri-İslami hərəkətlərini açıq-aşkar tənqid edir və Muaviyənin ümumiyyətlə bütün Bəni Uməyyənin nankor və çirkin sabiqələrini qorxmadan açıb söyləyirdi. İmam Həsən əleyhisselamın Muaviyə və onun əlaltıları ilə, o cümlədən Əmir As, Utbə ibn Süfyan, Vəlid ibn Utbə, Müğeyrə ibn Şubə və Mərvan ibn Həkəm kimlərlə apardığı kəskin mübahisələri bu iddianın şahididir. İmam Həsən əleyhisselam hətta sülh bağladıqdan və Muaviyənin qüdrəti biraz artıb mövqeyi gücləndikdən sonra, o, Kufəyə gələndən sonra İmam əleyhisselam minbərə çıxıb sülh bağlamasının səbəblərini söyləyərək Əli əleyhisselamın ailəsinin üstünlüklərini bəyan etdi və sonra hər iki dəstənin, həm öz dəstəsinin, həm də Muaviyənin dəstəsinin qarşısında Muaviyənin zəif cəhətlərinə işarə edib, onun idarə etdiyi hökuməti aşkar şəkildə tənqid etdi. Əli əleyhisselamın şəhadətindən və İmam Həsən əleyhisselamın Muaviyə ilə sülh bağlamasından sonra Xəvaric, Əli əleyhisselamın üstünə qiyam çəkib, Nəhrivan döyüşündə məğlub olan kəslər bütün qüvvələrini Muaviyənin əleyhinə səfərbər etdilər.
Kufədə Muaviyəyə xəbər çatdı ki, Hövsərə-i Əsədi adlı xəvaric başçılarından biri onun əleyhinə qiyam qaldırıb, öz ətrafına ordu toplamışdır. Muaviyə öz mövqeyini qoruyub saxlamaq və İmam Həsən əleyhisselamın ona tabi olduğunu sübut etmək üçün Mədiniyə getməkdə olan İmam əleyhisselama xəbər göndərdi ki, Hövsərənin qiyamını yatızdırıb, sonra öz yoluna davam etsin. İmam Həsən ona cavab göndərdi ki, mən müsəlmanların qanının tökülməməsinə görə səndən əl çəkdim, səninlə sülh bağladım. Bu o demək deyil ki, mən sən deyənə qulaq asıb, başqaları ilə vuruşam. Əgər vuruşmalı olsam, hamıdan qabaq birinci səninlə vuruşaram. Çünki səninlə mübarizə etmək, xəvariclə vuruşmaqdan daha vacibdir. İmam əleyhisselamın bu cümlələrində mübarizə ruhu açıq-aşkar hiss olunur. Xüsusən imamın əzəmətlə Muaviyəyə dediyi səndən əl çəkdim ifadəsi bu mənanı vurğulayır. İslamda sülhün qaydaları. Nəzərə almaq lazımdır ki, İslam dinində müharibə və cihad haqqında ümumi bir qanun yoxdur. İslam dini müəyyən şəraitdə müsəlmanlara kafirlərə qarşı vuruşmağı əmr etdiyi kimi, bəzi vaxtlarda da vuruşmağın bir nəticə verməyəcəyini görüb, işi sülhlə həll etməyi əmr edir. Biz İslam Peyğəmbərinin həyatında bu iki halın hər ikisini müşahidə edirik. İslam Peyğəmbəri Bədir, Uhud, Xəndək və Huneyndə döyüşürdüsə, digər şəraitdə isə qələbəni qeyri-mümkün gördükdə kafirlərlə sülh bağlayır və müvəqqəti olaraq döyüşdən əl çəkir və bu yolla İslamın inkişafına şərait yaradırdı. Peyğəmbərin Bəni Zəmrə və Bəni Əşcə, eləcə də Məkkə əhalisi ilə Hüdeybiyyə sülhü bağlaması buna bir nümunədir. Buna əsasən İslam Peyğəmbəri o günlər bəziləri üçün məlum olmayan ali məsləhətlərə görə düşmənlə müvəqqəti sülh bağladı. İmam Həsən əleyhissalam da Allah tərəfindən dini rəhbər seçildiyi üçün hadisənin bütün cəhətlərindən başqalarından daha yaxşı xəbərdar idi. Buna görə də özünə məxsus uzaq görənliyi ilə İslam cəmiyyətinin xeyrini sülhdə görüb sülh bağlayır. Bu mövzu, yəni İmam Həsən əleyhissalamın sülhü pis mənada başa düşülməməlidir. Əksinə, o həzrətin elədiyi hərəkət eyni ilə Peyğəmbərin Hüdeybiyyə sülhündə elədiyi hərəkət kimi nəzərə alınmalıdır. İndi isə İmam Həsən əleyhissalamın sülhünün səbəblərini və onun tarixi əhəmiyyətini yaxşı anlamaq üçün tarixi səhifələməli və bu məsələni əsas tarixi faktlara istinad edərək araşdırmalıyıq. Qısa olaraq deməliyik ki, əslində İmam Həsən əleyhissalam öz istəyi ilə sülh etmədi. Əksinə, o sülh etməyə məcbur oldu. Yəni, vəziyyətin və şəraitin yaxşı olmaması və bir çox digər səbəblər üzündən elə bir vəziyyət yarandı ki, sülh etmək İmam Həsən əleyhissalam üçün zəruri bir məsələyə çevrildi və o həzrət sülh etməkdən savayı başqa bir çarə görmədi. Belə ki, kim o həzrətin yerində olub həmin şəraitdə olsaydı, sülhdən başqa çarəsi olmazdı. Çünki İslam hökumətinin həm xarici şəraiti, həm də İraqın daxili vəziyyəti və habelə imamın ordusu döyüşə hazır deyildi. İndi isə bu məsələləri ayrı-ayrılıqda araşdıraq. Xarici siyasət nöqteyi nəzərindən. O vaxtki xarici siyasət nöqteyi nəzərindən müsəlmanların bir-biri ilə vuruşması İslam aləminə heç bir fayda verməyəcəkdi. Çünki İslamdan güclü zərbələr alan Şərqi Roma imperiyası bu məğlubiyyətlərin əvəzini çıxmaq və özünü İslam nüfuzundan azad etmək üçün münasib bir fürsət axtarırdı. İmam Həsən əleyhissalamın Muaviyyə ilə vuruşmaq istədiyini eşidən Roma imperiyasının başçıları belə fikirləşirdilər ki, öz məqsədlərini həyata keçirmək üçün ən yaxşı fürsətdir. Buna görə də müsəlmanlardan əvəz çıxmaq, böyük bir ordu ilə İslam ölkəsinə hücum etmək qərarına gəldilər. Belə bir vaxtda vəzifəsi İslamın əsasını qorumaq olan İmam Həsən əleyhissalam kimi bir şəxsiyyət bu təhlükəni İslam ölkəsindən dəf etmək üçün ruhu sıxıntılı və düşüncəsiz insanların tənələri ilə nəticələnməsinə baxmayaraq sülhü qəbul etməkdən başqa bir yol seçə bilərdimi? Görkəmli tarixçi Yaqubi yazır: Muaviyyə
İmam Həsən əleyhissalamla sülh bağlayıb Şama qayıdandan sonra ona xəbər çatdı ki, Roma imperatoru İslam ölkəsinə hücum etmək məqsədi ilə böyük və nizamlı bir ordu ilə Romadan çıxmışdır. Muaviyyənin belə böyük bir ordu ilə üzləşməyə imkanı olmadığından onlarla sülh bağlayıb 100.000 dinar Şərqi Roma imperatoruna verməli oldu. Bu tarixi sənəd göstərir ki, iki müsəlman dəstənin bir-biri ilə döyüşmək istədiyi bir vaxtda onların müştərək düşməni Roma imperiyası bu fürsətdən istifadə edib onlara hücum etməyə hazırlaşmışdı. Təbii ki, belə bir vəziyyət də İslam ölkəsini çox ciddi bir təhlükə ilə üzləşdirirdi. Əgər belə bir vaxtda İmam Həsən qoşun çəkib Muaviyyə ilə vuruşsaydı, bu döyüşdə nə İmam Həsən əleyhissalam qalib gələcəkdi, nə də Muaviyyə. Əksinə, bu döyüşdə qalib gələn tərəf Şərqi Roma imperiyası olacaqdı. Ancaq bu təhlükə İmamın uzaq görənliyi, tədbir və güzəştə getməsi nəticəsində dəf oldu. İmam Baqir əleyhissalam, İmam Həsən əleyhissalamın sülhünə irad tutan bir nəfərə buyurdu ki, əgər İmam Həsən əleyhissalam sülh etməsəydi, İslamı böyük təhlükə gözləyirdi. Daxili siyasət nöqteyi nəzərindən hamıya məlumdur ki, hər hansı bir rəhbər və ya başçı döyüş meydanında düşmənə qalib gəlmək istəyirsə, gərək güclü və hazırlıqlı orduya malik olsun. Lakin belə bir orduya malik olmadan döyüşə girmək, biabırçı məğlubiyyətdən başqa heç bir nəticə verməyəcək. İmam Həsən əleyhissalamın sülhünün səbəblərini daxili siyasət nöqteyi nəzərindən araşdırdıqda gözə çarpan əsas səbəb məhz belə bir ordunun olmamasıdır. Çünki İraq cəmaatının, xüsusilə də Küfə əhalisinin İmam Həsən əleyhissalamın dövründə nə ruhən döyüşə hazırlığı var idi, nə də ordu təşəkkül tapa bilmişdi. Döyüş yorğunluğu, Cəməl, Siffeyn və Nəhravan döyüşləri, həmçinin Əbu Musa Əşəri ilə Əmir As arasındakı danışıqlardan sonra İraq, Hicaz və Yəməndə baş verən bir çox tələfatlarla nəticələnən Əli əleyhissalamın və Muaviyyənin qoşunları arasındakı qırğınlar Əli əleyhissalamın dostlarının əksəriyyətində yorğunluq əmələ gətirmiş, onlar daha döyüşməmək və sülh etmək fikrinə düşmüşdülər. Çünki onlar Əli əleyhissalamın 5 illik hakimiyyəti dövründə başdan başa müharibələrdə olmuşdular. Digər tərəfdən də onların döyüşü heç də yadelli işğalçılara qarşı deyil, əksinə dünən onlarla qardaş olub, bugün Muaviyyənin ordusuna qatılmış adamlar da olmuşdu. İraq cəmaatı bəhanələr gətirməklə Şam ordusunun Hicaz, Yəmən və İraqda törətdikləri vəhşiliklərinə qarşı vuruşmaq üçün ordunu göndərməkdə tənbəllik edib, başlarının dinc olması ilə əslində döyüşdən yorulduqlarını bildirirdi. İraq cəmaatının Əli əleyhissalamın yenidən qüvvə toplayıb Siffin döyüşünə dəvətini gec qəbul etməsi bu yorğunluğa açıq-aşkar bir nümunədir. Doktor Taha Hüseyn, Əbu Musa Əşəri ilə Əmir As arasındakı danışıqlardan və Siffin döyüşünün sonundakı vəziyyətin gərginləşməsini qeyd etdikdən sonra yazır. Sonra Əli əleyhissalam Şama hücum etmək qərarına gəldi. Lakin ordusundakı münafiqlər Küfəyə qayıdıb işlərimizi səliqə sahmana salaq, ondan sonra biraz da çox qoşunla düşmənin üstünə hücum edərik dedilər. Əli əleyhissalam onlarla birgə Küfəyə gəldi və bir daha döyüşə getmədi. Çünki ordusunda olanların hər biri öz evinə dağılışıb, şəxsi işləri ilə məşğul olmağa başladılar. Döyüşmək üçün o qədər səhlənkarlıq edib süsləşdilər ki, Əli əleyhissalam artıq onlara qarşı naümid oldu. Əli əleyhissalam daima onları cihada dəvət edir və bunu dəfələrlə təkrar edirdi. Ancaq onlar imamın dəvətini nə eşidir, nə də qəbul edirdilər. Hətta iş o yerə çatmışdı ki, Əli əleyhissalam bir gün xütbələrinin birində buyurdu. Öz asiriyinizlə mənim əmrimdən çıxdınız. Hətta iş o yerə çatdı ki, Qureyş dedi, Əbu Talibin oğlu şücaətli kişidir, ancaq döyüşməkdən xəbəri yoxdur. Allah babalarına rəhmət eləsin. Kim döyüşməyi məndən yaxşı bilir? Əli əleyhissalam şəhadətə yetişdikdən sonra onun yerinə İmam Həsən əleyhissalam hakimiyyətə gəldikdə bu məsələ daha da qabarıq surətdə aşkar oldu.
Xüsusilə İmam əleyhissalam Kufə cəmaatını Şam ordusuna qarşı vuruşmağa dəvət edəndə, onlar İmam əleyhissalamın dəvətini çox gec qəbul etdilər. Muaviyyənin ordusunun Kufəyə tərəf hərəkət etməsi xəbəri İmam Həsən əleyhissalama yetişdikdə, İmam cəmaatı məscidə yığdı. Xütbəyə başlayıb Muaviyyənin ordusunun səfərbər olmasını cəmaata çatdırdıqdan sonra, cəmaatı Allah yolunda cihada və batılın tərəfdarlarına qarşı vuruşmağa dəvət etdi. İmam bildirdi ki, səbirli olmaq, fədakarlıq etmək və çətinliklərə dözmək lazımdır. İmam Həsən cəmaatın ruhiyyəsindən xəbərdar olduğundan, onların bu dəvətə qarşı müsbət cavab verməməsindən nigaran idi. Elə belə də oldu. İmam əleyhissalam cəmaatı döyüşə dəvət etdiyi xütbəni qurtardıqdan sonra hamı sükut etdi. İmamın sözlərini təsdiq edən bir nəfər də tapılmadı. Bu hadisə o qədər təəssüfləndirici və acınacaqlı idi ki, məclisdə hazır olan Əli əleyhissalamın şücaətli sahabələrindən biri cəmaatı bu səhlənkarlıqlarına görə möhkəm danladı və onları yalancı qəhrəmanlar, qorxaq və şücaətsiz insanlar kimi qələmə verərək onları imamla birgə Şam ordusuna qarşı vuruşa çağırdı. Bu tarixi sənəd İraq cəmaatının döyüşdən nə qədər yorulduqlarını, onlardakı mübarizə və döyüş ruhiyyəsinin ölməsini çox yaxşı bəyan edir. Onlar döyüşməyə hazır deyildilər. Nəhayət İmam Həsən əleyhissalamın yaxın səhabələrindən bir neçəsi cəmaatı səfərbər etmək məqsədi ilə çıxışlar etdi. Bundan sonra İmam Həsən əleyhissalam kiçik bir ordu ilə Kufədən çıxaraq, şəhərin yaxınlığında Nuxeylə adlı bir yerdə düşərgə saldı. İmam əleyhissalamın ordusu təzə qüvvələrin gəlib onlara birləşməsi məqsədi ilə 10 gün Nuxeylədə qaldı. Nəhayət 4000 nəfər imamın başına toplaşdı. Buna görə də İmam əleyhissalam məcbur olub, güclü ordu toplamaq məqsədi ilə Kufəyə qayıtdı. Müxtəlif ünsürlü cəmiyyət. Yuxarıda deyilənlərdən əlavə, o dövrün İraq cəmaatı mütəşəkkil və vahid deyildi. Əksinə, cəmiyyət müxtəlif ünsürlü və bir-biri ilə zidd olan dəstələrdən təşkil olunmuşdu. Belə ki, bəzi vaxtlar bu dəstələr bir-biri ilə heç cür yola gedə bilmirdilər. Bir dəstə çox təhlükəli olan Əməvilər sülaləsinin tərəfdarı, digər bir dəstə Əməvilərlə həm də İmam Həsən əleyhissalamla vuruşmağı özlərinə vacib bilən Xəvaric dəstəsi, başqa bir dəstə müxtəlif yerlərdən gəlib İraqda məskunlaşmış və sayı 20.000 nəfərə çatan qeyri-ərəb müsəlmanlar, başqa bir dəstə də əqidəsi sabit olmayan, İmam Həsən əleyhissalamla Muaviyyə arasında hansı birinin üstün olmasında şəkk edən insanlardan ibarət idi. O dövrün İraq və Kufə əhalisi bu dəstələrdən təşkil olunmuşdu. Bunlardan fərqli olaraq, digər bir dəstə də Əli əleyhissalamın həqiqi dostları idi. Pərakəndə ordu. Əhali arasındakı bu dəstələr təbii ki, İmam Həsən əleyhissalamın ordusunda da yayılmış, ordunu pərakəndə hala gətirib çıxarmışdı. Buna görə də xarici düşmənlərə qarşı mübarizədə belə bir orduya arxalanmaq heç cür mümkün deyildi. Şiə məzhəbinin böyük ustadı mərhum Şeyx Mufid və başqa tarixçilər İmam Həsən əleyhissalamın ordusundakı bu təhlükə barədə belə yazırlar. İraq əhalisi çox gec və süslüklə İmam Həsən əleyhissalamın ordusuna qoşuldu. İmam Həsən əleyhissalamın təşkil etdiyi qoşun aşağıdakı dəstələrdən ibarət idi. 1. Əli əleyhissalamın şiələrindən ibarət tərəfdarları. 2. Xəvaric. Onlar Muaviyyə ilə döyüşmək üçün bütün yollara əl atmışdılar. Onların İmam Həsən əleyhissalamın dəstəsinə qoşulması Muaviyyə ilə düşmənçiliklərinə görə idi. 3. Dünyapərəst və mənfəətpərəst şəxslər. Bunlar da özlərinə maddi mənfəət əldə etmək üçün İmam Həsən əleyhissalamın ordusuna qoşulmuşdular. 4. İki ürəkli və şəkk gedən insanlar. Onların nəzərincə İmam Həsən əleyhissalam kimi böyük bir şəxsiyyətin Muaviyyədən elə bir üstünlüyü də yox idi. 5. Nəhayət din xatirinə yox, əksinə
qəbilə düşmənçiliyinə görə və sadəcə olaraq öz qəbilə başçılarından itaət edib mübarizəyə qoşulanlar. Beləliklə də İmam Həsən əleyhissalamın ordusu Muaviyə kimi bir düşmənə qarşı mübarizədə lazımi təşəkkülü tapmamış və pərakəndə şəkildə olmuşdu. Canlı sənəd. O dövrün İraq əhalisinin pərakəndəliyini və cəmaatın döyüşə qarşı süslüyünü əslində heç kim İmam Həsən əleyhissalamın özündən yaxşı bəyan edə bilməz. İmam Həsən əleyhissalam ordusunun irəlilədiyi son məntəqə olan Mədaində çox geniş və ruhlandırıcı bir çıxış etdi. O sözlərinin əsnasında buyurdu: "Bizi Şam əhlinə qarşı, Muaviyənin ordusuna qarşı mübarizədən heç bir şək, şübhə saxlaya bilməz. Biz bundan qabaq da sizin dözümünüz və daxili anlayışınızla Şam əhlinə qarşı mübarizə etmişik. Ancaq bugün kin-küdurət nəticəsində vəhdət və qarşılıqlı anlaşma sizdən uzaqlaşmış, öz müqavimətinizi itirmiş və indi də giləy-güzar edirsiniz. Siffin döyüşünə gedəndə dininizin mənfəətini dünya mənfəətinizə üstün tutdunuz. Lakin indi isə dünyanızı dininizdən üstün tutursunuz. Biz indi də keçmişdə olduğumuz kimiyik, ancaq siz bizə qarşı keçmişdə olduğunuz kimi vəfadar deyilsiniz. Sizlərdən bəziləri Siffin döyüşündə, bəziləri də Nəhrəvan döyüşündə öz qohum-əqrəbasını, yaxınlarını itirmişdir. Birinci dəstə öz ölülərini ağlayır, ikinci dəstə isə öz ölülərinin qan bahasını istəyir. Qalanlar da bizim əmirlərimizdən boyun qaçırırlar. Muaviyə bizə insafdan uzaq, bizim izzət və böyük məqsədimizin əksinə olan bir təklif etmişdir. İndi əgər Allah yolunda ölməyə hazırsınızsa, deyin, onda mübarizəyə qalxaq və onun bu təklifinə qılıncla cavab verək. Yox, əgər sağ qalmaq istəyirsinizsə, deyin, onda bu təklifi qəbul edib, sizin razılığınızı təmin edək." İmam əleyhissalamın sözləri bu yerə çatanda, hamı bir ağızdan biz yaşamaq istəyirik, biz sağ qalmaq istəyirik deyə qışqırdı. Döyüş ruhiyyəsindən məhrum olmuş belə bir ordu ilə İmam Həsən əleyhissalam Muaviyəyə qarşı necə mübarizəyə girişə bilərdi? Müxtəlif ünsürlü dəstələrdən təşkil olunmuş və kiçik bir qəflət nəticəsində özləri xətər törədə bilən bir ordu ilə qələbəmi əldə etmək olar? Fərz edək ki, İmam Həsən əleyhissalam deyil, Muaviyə belə bir qoşuna başçılıq edir, o İmam əleyhissalamın gördüyü bu işdən başqa bir iş görə bilərdimi? Bəli, bu səbəblər yığışıb İslam cəmiyyətini qəti təhlükənin 2 addımlığına çatdırdı və çox acınacaqlı hadisələr əmələ gətirdi. İndi bunun şərhini sizin nəzərinizə çatdırırıq. İmam Həsən əleyhissalamın ordunu səfərbər etməsi. Keçmiş və müasir tarixçilər bəzi tarixi hadisələri dəyişdirib onun əksini yazırlar. Onlardan bəziləri belə iddia edirlər ki, güya İmam Həsən əleyhissalamın Muaviyə ilə vuruşmaq məqsədi yox idi. Elə xilafətin ilk günlərindən bu fikirdə idi ki, Muaviyədən maddi imkanlar alıb rahat yaşasın. Muaviyə ilə müxalifət edirdisə də, bu imkanları təmin etmək üçün edirdi. Əldə olan tarixi sənədlər göstərir ki, bu töhmətlər tamamilə yalandır və tarixi həqiqətlərlə heç cür uyğun gəlmir. Çünki əgər İmam Həsən əleyhissalam Muaviyə ilə vuruşmaq fikrində deyildisə, bəs nəyə görə ordu toplayırdı? Halbuki bütün tarixçilər deyirdilər ki, İmam Həsən əleyhissalam ordu toplayıb döyüşə hazır oldu. Lakin bir tərəfdən İmam əleyhissalamın ordusundakı dəstəbazlıq və pərakəndəliklər, digər tərəfdən də Muaviyənin xaincəsinə qurduğu hilələr nəticəsində İmam əleyhissalamın nizami qoşunu döyüş başlamazdan qabaq və heç bir vuruş olmadan bir-birindən ayrıldı və cəmaat İmam əleyhissalamın ətrafından dağıldı. İmam Həsən əleyhissalam da çarəsizlikdən döyüşməyib, sülhü qəbul etdi. Buna əsasən İmam Həsən əleyhissalamın hərəkəti qiyam, müharibə, elan etmək və ordu toplamaqla başladı. Sonra da vəziyyəti və İslam cəmiyyətinin şəraitini dərindən yoxlayıb, zamanın məsləhətinə uyğun olaraq şərti sülhlə nəticələndi. İndi isə oxucuların nəzərini bu barədə daha geniş məlumata cəlb edək. Əhdini danan cəmaat. Biraz bundan qabaq deyildiyi kimi, İraq və Küfə cəmaatı sözübütöv və mütəşəkkil deyildi. Əksinə onlar vəfasız, etimad edilməyən,
və hər gün bir bayraq altında yığışan, külək hara əsdi, ora meyl edən, mövcud olan vəziyyətdən və zamanənin qüdrətindən istifadə edən adamlar idi. Elə buna görə də İmam əleyhissalamın ordusunda yaranan böhran və hər iki tərəfin öz qoşunlarını səfərbər etməsi ilə həmzaman Küfənin adlı sanlı qəbilələrinin başçılarından bir neçəsi İmam Həsən əleyhissalama xəyanət edərək Müaviyyəyə məktub yazıb bildirdilər ki, onlar onun hökumətini himayə edirlər. Onlar məktubla Muaviyyəni məxficə İraqa tərəf hərəkət etməyə dəvət edərək söz verdilər ki, Muaviyyə İraqa yaxınlaşan kimi ya İmam Həsən əleyhissalamı tutub ona verəcək, ya da ona sui qəsd edəcəklər. Muaviyyə həmin məktubları olduğu kimi İmam Həsən əleyhissalama göndərib bildirdi ki, bu cür insanlara arxalanıb döyüşə necə hazır ola bilərsən? Xain sərkərdə. İmam Həsən əleyhissalam Muaviyyə ilə döyüşmək məqsədi ilə Küfəni tərk etdikdən sonra Ubeydullah ibn Abbası 12.000 nəfərlik döyüşçü ilə ordunun ön hissəsinə özünün ən yaxın dostlarından olan Qeys ibn Səd və Səd ibn Qeysi isə Ubeydullah'a müşavir və canişin təyin etdi. Belə ki, bu üç nəfərdən birinin başına bir iş gəlsəydi, növbə ilə digəri onun işini görməli idi. İmam Həsən əleyhissalam qoşunun hərəkət edəcək səmtini müəyyən edib, belə göstəriş verdi ki, Muaviyyənin qoşunu ilə rastlaşdıqda onların hərəkətinin qarşısını alıb, imamı bu işdən xəbərdar etsinlər və imam da əsas ordu ilə onlara qoşulsun. Ubeydullah ibn Abbas öz ordusunu hərəkətə gətirdi. Onun ordusu Məskin adlı bir yerdə Muaviyyənin ordusu ilə üz-üzə gəldi və Ubeydullahın ordusu elə oradaca düşərgə saldı. Az bir zamanda imama xəbər çatdı ki, Ubeydullah Muaviyyədən 1 milyon dirham alıb 8.000 nəfərlə onun tərəfinə keçmişdir. Təbii ki, bu sərkərdənin xəyanəti vəziyyətin böhran içində olduğu belə bir vaxtda ordunun ruhiyyəsinin zəifləməsinə və İmam Həsən əleyhissalamın nizamı mövqeyinin bir-birinə dəyməsinə çox böyük təsir göstərmişdi. Çox şücaətli, imanlı və Əli əleyhissalamın ailəsinə qarşı vəfalı olan Qeys ibn Səd ordunun sərkərdəliyini öz öhdəsinə götürür və özünün ruhlandırıcı çıxışı ilə döyüşçülərin ruhiyyəsini artırmağa çalışır. Muaviyyə onu da pulla əl almaq istəyir, lakin Qeys ona aldanmayıb, İslam düşmənlərinin qarşısında axıra qədər durur. Xaincəsinə görünmüş hilələr. Muaviyyə təkcə Ubeydullahı ələ almaqla kifayətlənmədi. Eyni zamanda o, İmam əleyhissalamın ordusunu zəiflətmək və ordu arasında şayə yaymaq məqsədi ilə öz casus və muzdurlarını İmam əleyhissalamın başçılıq etdiyi orduya göndərdi. Onlar İmam əleyhissalamın başçılıq etdiyi orduda belə bir şayə yaydılar ki, Qeys Muaviyyə ilə saziş bağlayıb, eyni zamanda Qeysin də ordusu arasında şiyə yaydılar ki, İmam Həsən də Muaviyyə ilə sülh bağlayıb. İş o yerə çatdı ki, Muaviyyə cəmaatın gözündə zahirən yaxşı olan adamlardan bir neçəsini İmam Həsən əleyhissalamın huzuruna göndərdi. Onlar gəlib Mədain düşərgəsində İmam əleyhissalamla görüşdülər. İmam əleyhissalamın çadırından kənara çıxdıqda cəmaat arasında car çəkdilər ki, Allah Peyğəmbər nəvəsinin vasitəsilə fitnəni yatırtdı və müharibəni sakitləşdirdi. Həsən ibn Əli Muaviyyə ilə sülh edərək cəmaatın qanının tökülməsinin qarşısını aldı. Onlar özlərinə qarşı cəmaatın etimadını doğrultduqlarına görə heç kim araşdırma aparmadan onların sözlərinə inanıb, İmam əleyhissalamın əleyhinə qiyam qaldıraraq o həzrətin çadırına hücum edib, çadırda nə var idisə hamısını qarət etdilər. Hətta İmam əleyhissalamı öldürmək fikrinə də düşdülər, ancaq sonradan hamı dağıldı. Xəvaricin xəyanəti. İmam Həsən əleyhissalam ordu ilə birgə Mədaindən Sabata tərəf hərəkət etdi. Yolda gizlənmiş və qabaqcadan İmam əleyhissalamı güdən xəvaricdən biri o həzrətə güclü bir zərbə endirdi. İmam Həsən bu zərbə nəticəsində ağır yaralanaraq çoxlu qan itirdi və zəiflədi. İmam əleyhissalamın bir neçə yaxın dostu onu yenidən Mədainə qaytardı. Mədaində İmam əleyhissalamın halı aldığı zərbə nəticəsində çox ağırlaşdı. Bundan istifadə edən Muaviyyə vəziyyəti tam ələ aldı.
Lazım olan nizami ordunu itirib tək qalmış İmam Həsən məcbur olub sülh təklifini qəbul etdi. Deməli, əgər İmam Həsən sülhü qəbul edibsə, bundan başqa çarəsi olmayıb. Necə ki, Təbəri və digər tarixçilər yazırlar, Həsən İbni Əli əleyhissalam yalnız ordusu onun başından dağılıb tək qaldığı halda sülhü qəbul etməyə razı oldu. Sülhün səbəbləri barədə İmam Həsən əleyhissalamın buyurduqları. İmam Həsən onun sülhünə etiraz edən bir nəfərin cavabında bu acı həqiqətlərə işarə edərək öz sülhünün səbəblərini belə bəyan etdi. Mən hökuməti Muaviyyəyə onunla vuruşmağa heç bir tərəfdarım olmadığından həvalə etdim. Əgər tərəfdarım olsaydı, gecə-gündüz onunla vuruşub işi bir dəfəlik həll edərdim. Mən Kufə cəmaatını yaxşı tanıyıram və onları dəfələrlə sınamışam. Onlar islah olunmayacaq azğın insanlardır. Nə vəfalıdırlar, nə də ki, iki nəfəri bir-biri ilə yola gedirlər. Onlar zahirdə bizə itaət edir, batində isə bizim düşmənlərimizlə əlbirdirlər. İkinci, İmam öz dostlarının bu süslüyündən və ona arxa olmadıqlarından çox narahat olmuş və bir gün çox şiddətli bir xütbə söyləmişdir. Xütbədə bəzi məsələlərə işarə edib buyurmuşdur. Nə dinləri, nə də abır-həyaları olmayan adamlara təəccüb edirəm. Vay olsun sizlərə! Muaviyyə məni öldürmək üçün sizə verdiyi vədlərin heç birinə əməl etməyəcək. Əgər mən Muaviyyəyə beyyət etsəm, öz şəxsi vəzifələrimi indi olduğundan da yaxşı yerinə yetirərəm. Lakin hökumət Muaviyyənin əlinə düşsə, o qoymayacaq mən öz cəddimin şəriətini cəmiyyətdə icra edəm. And olsun Allaha, sizin xəyanətiniz səbəbindən məcbur olub hökuməti Muaviyyəyə təhvil versəm, yəqin bilin ki, Bənu Üməyyənin hökumət bayrağı altında heç vaxt üzünüz gülməyəcək və cürbəcür əzab-əziyyətlərlə rastlaşacaqsınız. İndi elə bil öz gözlərimlə görürəm ki, sabah sizin uşaqlarınız onların uşaqlarının qapısı qarşısında durub onlardan su, çörək istəyəcəklər. Hansı ki, həmin su və çörəyi Allah sizin uşaqlarınız üçün qərar verib və sizin uşaqlar onun həqiqi sahibləridirlər. Bənu Üməyyənin uşaqları onları öz qapılarından qovub, öz haqlarından məhrum edəcəklər. Daha sonra İmam əleyhissalam əlavə edib buyurdu. Əgər Allah düşmənlərinə qarşı mübarizə etmək üçün silahdaşlarım olsaydı, heç vaxt hökuməti Muaviyyəyə təhvil verməzdim. Çünki hökumət Bəni Üməyyəyə haramdır. Muaviyyənin çirkin hökumətinin mahiyyətini yaxşı tanıyan İmam Həsən bir gün Muaviyyənin hazır olduğu bir məclisdə çıxış etmiş və çıxışında buyurmuşdur. And olsun Allaha, nə qədər ki hökumət Bəni Üməyyənin əlindədir, xoş həyat görməyəcəksiniz. Bu, tənbəllik səbəbindən və gələcəkdə rahat yaşamaq məqsədi ilə Muaviyyə ilə mübarizə etməkdən boyun qaçıran İraq əhlinə bir xəbərdarlıq idi. Daha onların xəbəri yox idi ki, Muaviyyənin hökumətində heç vaxt öz arzularına çatmayacaqlar. Sülh müqaviləsi və İmam Həsən əleyhissalamın məqsədləri. İmam Həsən əleyhissalam yuxarıda qeyd etdiyimiz səbəblərə görə Muaviyyə ilə vuruşmağı İslam cəmiyyətinin ali məsləhətləri və İslamın qorunub saxlanmasının zərərinə görüb, atəşkəs və sülhü qəbul etmək məcburiyyətində qaldığı üçün, öz ali və müqəddəs məqsədlərini mümkün olduğu qədər sülh yolu ilə həyata keçirməyə çox çalışdı. Digər tərəfdən də Muaviyyə sülhü bərqərar etmək və qüdrəti ələ keçirtmək üçün hər cür imkanatı İmam əleyhissalamın ixtiyarında qoymuşdu. Hətta Muaviyyə İmam əleyhissalam üçün möhürlənmiş ağ bir kağız göndərib bildirdi ki, İmam əleyhissalam onu nə yazsa, Muaviyyə qəbul edəcək və razılıq əlaməti olaraq qabaqcadan öz möhrünü də vurmuşdu. İmam Həsən bu fürsətdən necə lazım idisə istifadə edərək, İmam əleyhissalamın ali məqsədlərindən hesab olunan əsas və mühüm məsələləri sülh müqaviləsində yerləşdirdi və Muaviyyənin dilindən sülh müqaviləsinə əməl edəcəyinə zəmanət aldı. Tarixi qaynaqlarda sülh müqaviləsinin mətni tam, mükəmməl və tərtiblə deyil, pərakəndə şəkildə verilmişdir. Hər tarixçi onun bəzi maddələrini qeyd etmişdir. Ancaq bunların hamısını bir yerə yığdıqda təxminən kamil şəkildə bir müqavilə düzəltmək olar. Kiçik bir baxışda İmam Həsən əleyhissalamın sülh müqaviləsində qeyd etdiyi məsələlərə və onları həyata keçirməkdə etdiyi israr və təkidə nəzər salmaqla
İmam Həsən əleyhisselamın siyasi mübarizə zamanı düşməndən xal almaq üçün işlətdiyi fövqəladə tədbirini müşahidə etmək olar. İndi sülh müqaviləsinin maddələrini ayrı-ayrılıqda araşdırmazdan qabaq 5 maddədə cəmlənmiş sülh müqaviləsinin hamısını əziz oxucuların nəzərinə çatdırırıq. Sülh müqaviləsinin mətni. 1-ci maddə. Həsən İbn Əli əleyhisselam hökuməti Muaviyyəyə o şərtlə verilir ki, Muaviyyə hökuməti Qur'an qayda qanunu və Peyğəmbər Salavatullahın sünnəsi əsasında idarə etməlidir. 2-ci maddə. Muaviyyədən sonra hökumət Həsən İbn Əli əleyhisselamın ixtiyarına keçməlidir. Əgər onun İmam Həsən əleyhisselamın başına bir iş gələrsə, Hüseyn İbn Əli əleyhisselam hökumət başına gələcək, həmçinin Muaviyyənin özündən sonra canişin təyin etməyə haqqı yoxdur. 3-cü maddə. Əmir əl-Müminin Əli əleyhisselama namaz qılarkən hörmətsizlik edib onu söyməyin, lənətlənməyin qarşısı alınsın və o həzrət yaxşılıqla yad edilsin. 4-cü maddə. Kufə Beytulmalında olan 5 milyon dirhəm pul Muaviyyənin hökumətinə verilməkdən istisna olunur və həmin pulu İmam Həsən əleyhisselam özü lazımı yerlərə sərf edəcək. Həmçinin Muaviyyə Beytulmaldan ayrılan payda Bəni Haşimi Bəni Üməyyədən üstün tutmalıdır. Eləcə də Muaviyyə Darabegərd şəhərinin xəracının 1 milyon dirhəmini Əli əleyhisselamın rəhbərliyi altında Cəməl və Siffeyn döyüşlərində şəhid olanların ailələri arasında bölüşdürməlidir. 5-ci maddə. Muaviyyə bütün əhaliyə, İstər Şam, istər İraq, istərsə də Hicaz əhalisinə hər hansı millətdən olursa olsun, bir daha təqib etməməsi və əzab-əziyyət verməməsi barədə zəmanət verməlidir. Onları Muaviyyənin hökumətinə qarşı keçmişdəki fəaliyyətlərinə görə axtarışa məruz qoymamalı, xüsusilə keçmiş kin-küdurətə görə İraq əhalisinə əziyyət verilməməlidir. Bundan əlavə Muaviyyə Əli əleyhisselamın dostlarını harda olursa olsunlar amanda saxlamalı və onların heç birinə əziyyət etməməlidir. Əli əleyhisselamın şiyələrinin canı, malı və pulunun hörməti qorunmalıdır. Onlar əsla axtarışa məruz qalmamalı və onlara zərrə qədər də narahatçılıq yetişməməlidir. Hər kəsin haqqı onun özünə çatmalıdır. Əli əleyhisselamın işlərindəki Beytulmal onların özlərində qalmalıdır. Həmçinin Həsən İbn Əli əleyhisselam və qardaşı Hüseyn İbn Əli əleyhisselam və eləcə də Peyğəmbər Salavatullahın ailəsindən olan hər hansı bir şəxs üçün Muaviyyə tərəfindən heç bir xətər icad olmamalı, heç bir yerdə onlar üçün qorxu hissi yaranmamalıdır. Müqavilənin sonunda Muaviyyə maddələrin hamısına əməl edəcəyinə söz verərək Allahı bu işdə şahid tutdu və bütün Şam əyan əşrəfi buna şəhadət verdilər. Beləliklə də İmam Həsən əleyhisselam hələ uşaq olarkən Peyğəmbər Salavatullahın gələcəkdən verdiyi xəbər həyata keçdi. Peyğəmbər Salavatullah bir gün İmam Həsən əleyhisselam uşaq olarkən minbərin başına çıxmış görüb buyurdu: "Mənim bu övladım müsəlmanların ağasıdır. Allah onun vasitəsilə iki müsəlman dəstə arasında sülh yaradacaq." İmam Həsən əleyhisselamın Muaviyyə ilə sülh etməkdə məqsədi. Dünyanın böyük şəxsiyyətləri, ölkə başçıları vəziyyətin öz məqsədləri ilə zidd olduğunu görüb, iki yol ayrıcına çatanda çalışırlar işi elə həll etsinlər ki, ziyanı az olsun. Bu da siyasi və ictimai gedişatda bir əsas kimi götürülmüşdür. Bu məsələyə əsaslanaraq İmam Həsən əleyhisselam da çalışırdı ki, öz yüksək məqsədlərini mümkün qədər təmin etsin. Buna görə də Muaviyyə ilə sülh etmək məcburiyyətində qalanda, müqavilənin 1-ci maddəsinə əsasən hökuməti Muaviyyəyə bu şərtlə təhvil verdi ki, Muaviyyə hökuməti Qur'an qayda qanunları və Peyğəmbərin sünnəsi əsasında idarə etsin. Məlumdur ki, İmam əleyhisselamın məqsədi qüdrəti ələ almaq və İslam hökuməti təşkil verməklə yanaşı, həm də cəmiyyətdə İslam qayda qanununu qoruyub saxlamaq və cəmiyyətə bu qayda qanun əsasında rəhbərlik etmək idi. Əgər bu qayda qanun Muaviyyə tərəfindən də icra olunsaydı, yenə İmam əleyhisselamın məqsədi az da olsa təmin olunardı. Buna əlavə olaraq 2-ci maddəyə əsasən
Muaviyyənin ölümündən sonra İmam Həsən əleyhissalam İslam cəmiyyətinin rəhbərliyini azad şəkildə öz öhdəsinə götürə bilərdi. Muaviyyənin İmam Həsən əleyhissalamdan 30 yaş böyük olduğunu, o dövrdə artıq Muaviyyənin qocalıq vaxtlarını keçirtməsini və adi halda onun ömrünün sonlarının yaxınlaşdığını nəzərə alanda, bu maddənin adi hesablamalar əsasında İslam və müsəlmanlar üçün nə qədər faydalı olduğu məlum olur. Müqavilənin digər maddələri də bu cür əhəmiyyət daşıyır. Çünki cümə namazında və eləcə də digər namazlarda Əli əleyhissalamın rəsmi şəkildə heç bir qorxu olmadan lənətləndiyi, bu işin bir bidət kimi cəmaat arasında yayıldığı və Əli əleyhissalamın şiə və dostlarının və eləcə də Peyğəmbərin ailəsinin hər yerdə təqib olunduğu və tutularaq cürbəcür təzyiqlərə məruz qaldığı bir dövrdə, bu işlərin bundan belə təkrar olunmayacağı barədə maddə yazıb onu Muaviyyəyə qəbul etdirmək və Muaviyyənin onlara əməl edəcəyi vədini onun dilindən almağın nə qədər böyük bir nailiyyət olduğunu inkar etmək mümkün deyil. Küfədə toplanış. Sülh müqaviləsi bağlandıqdan sonra tərəflər İmam Həsən əleyhissalamla Muaviyyə hərə öz ordusu ilə birlikdə Küfə şəhərinə gəlib, şəhərin böyük məscidində bir yerə toplaşdılar. Cəmaat gözləyirdi ki, indi sülh müqaviləsinin maddələri hər iki tərəfin rəhbərliyinin iştirakı ilə cəmaat üçün oxunulacaq və daha onun icra olunacağında heç kimin şək şübhəsi qalmayacaq. Əlbəttə, cəmaatın bu intizarı heç də yersiz deyildi. Çünki cəmaat qarşısında çıxış etmək sülh proqramının əsaslarından biri idi. Buna görə də Muaviyyə minbərə çıxıb xutbəyə başladı. Ancaq o nəinki sülhün maddələrinə əməl edəcəyi haqqında söhbət etmədi. Hətta tənə və təhqirlə dedi, mən sizinlə namaz qılıb, həc yerinə yetirmək, zəkat ödəmək üçün vuruşmadım. Mən bilirəm ki, onsuz da siz bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki, sizi özümə tabi edib hökuməti ələ keçirəm. Daha sonra dedi, bunu bilin ki, Həsən İbni Əli əleyhissalamla bağladığım sülh müqaviləsinin bütün maddələrini ayağım altına qoyub tapdalayıram və onların heç birinin dəyəri yoxdur. Beləliklə də Muaviyyə İmam Həsən əleyhissalamla bağladığı sülh müqaviləsini ayağı altına aldı və onu açıqcasına pozdu. Muaviyyənin cinayətləri. Muaviyyə bu siyasəti yürütdükdən sonra öz işlərini düzəltmək əvəzinə, əksinə cinayətlərini daha da artırdı. O Əli əleyhissalama əvvəlkindən daha çox hörmətsizlik etməyə başladı. Yaşayışı Əli əleyhissalamın vəfalı böyük dost və şiyələrinə həddən artıq darısqallaşdıraraq Hicr İbni Udey kimi İslamın böyük şəxsiyyətlərini qətlə yetirdi. Əli əleyhissalamın şiyələrinə yönələn qətl, işgəncə və əzab-əziyyəti daha da şiddətləndirdi. Belə ki, Əli əleyhissalamın əksər dostları ya tutulub həbs edilir, ya dərbədər düşür, ya da öz ev eşiklərindən uzaq düşüb, sıxıntılı mühitdə yaşayırdılar. Muaviyyə təkcə Əli əleyhissalam və şiyələrinin hörmətinin qorunması maddəsini pozmaqla kifayətlənməyib, hətta Darabegərd məntəqəsinin xəracına da müqavilədə olduğu kimi əməl etmədi. Təbəri bu barədə yazır, Bəsrə əhalisi Darabegərdin xəracını verməyib dedi ki, bu mal bizim beytulmalın olub və bizə məxsusdur. İbn Əsir yazır, Bəsrə əhalisi Darabegərd məntəqəsinin xəracını verməkdən boyun qaçırtdı, onlar bu işi Muaviyyənin göstərişi etdilər. Xalqın oyanıb xəbərdar olması. Bir çox ardıcıl döyüşlər nəticəsində artıq vuruşmaqdan yorulub, öz tayfa başçılarının sözü, Muaviyyənin təbliğatçılarının hiləgər təbliğatı və yağlı vədələri ilə sülh etməyə razılaşan cəmaat nə vaxtsa oyanmalı idi. Onlar döyüşə qarşı yorğunluq göstərməklə, Muaviyyənin yalan və yağlı vədələrinə inanmaqla və kör-körana öz tayfa başçılarının sözü ilə sülhü qəbul etməklə necə böyük səhvə yol verdiklərini anlamalı idilər. Bu isə təkcə bir yolla, öz gördükləri işin acınacaqlı nəticələrini görməklə mümkün idi. Bundan əlavə müsəlmanlar Əməvi hökumətinin əsl və həqiqi sifətini görməli, onların cəmiyyətdə yaratdıqları çətinlikləri, məhrumiyyətləri, ardıcıl axtarışları və zülümləri öz gözləri ilə görməli idilər. İmam Həsən əleyhissalamın və onun ən yaxın dostlarının
O həssas dövrdə həyata keçirmək istədiyi məsələ o idi ki, bu hadisələri olduğu kimi cəmaata göstərsinlər. Cəmaatın ağıl və düşüncəsi nəticəsində onları Əməvi hökumətinin bu cür acınacaqlı işlərinin əleyhinə qiyama hazırlasınlar. Deməli, İmam Həsən sülh edibsə, bu ağır yükü boynundan atmaqdan ötürü sülh etməyib. Əksinə ona görə sülh edib ki, mübarizəni başqa sahədə aparsın. Elə sülhdən sonra baş vermiş hadisələr də bu məsələyə kömək etdi və İraq əhalisini qəflət yuxusundan oyatdı. Təbəri yazır, Müaviyə sülh müqaviləsi bağlanandan sonra Kufə yaxınlığındakı Nüxeylə adlı bir yerdə düşərgə saldı. Bu zaman xəvaricin bir dəstəsi Muaviyənin əleyhinə qiyam edib Kufə şəhərinə daxil oldu. Muaviyə Şam əhalisindən bir dəstəsini onlara qarşı vuruşmağa göndərdi. Lakin xəvaric onları məğlubiyyətə uğratdı. Bundan sonra Muaviyə Kufə ordusuna xəbər göndərdi ki, xəvarici məhv etsinlər. Əks təqdirdə Kufə əhalisi amanda olmayacaq. Beləliklə Əli əleyhisselamın və İmam Həsən əleyhisselamın ordusunda vuruşmağa razı olmayan İraq əhalisi onların və xəvaricin müştərək düşməni olan Muaviyə tərəfindən xəvariclə vuruşmağa məcbur oldular. Bu da onu göstərir ki, cəmaat Muaviyənin hökumətində arzuladığı sülh və asayişə heç vaxt çatmamışdır. Qorxu içində saxlamaq və aclıq siyasəti. Bundan əlavə Muaviyə cəmaata qarşı insaniyyətdən uzaq olan bir siyasət də yeridirdi. Bu siyasəti qorxu içində saxlamaq və aclıq siyasətindən başqa bir şey adlandırmaq olmaz. O, bu yolla İraq əhalisini həyat səhnəsindən götürürdü. Muaviyə bir tərəfdən İraq əhalisini hər cür çətinliklər qarşısında qoyur, digər tərəfdən də onları öz hüquqlarından məhrum edirdi. Sünni məzhəbinin görkəmli alimi İbn Əbilhədid yazır, harada şiə var idisə qətlə yetirilirdi. Bəni Üməyyə tərəfindən şiə olduğunu ehtimal verən şəxslərin əl-ayaqları kəsilirdi. Peyğəmbərin ailəsinə məhəbbəti olanların hamısı ya həbs edilir, ya mal dövlətləri müsadirə olunur, ya da evi viran edilirdi. Şiələrə qarşı təzyiqlər o qədər artmışdı ki, Əli əleyhisselamı sevmək nisbəti küfür nisbətindən pis sayılırdı və onun ardınca acınacaqlı əzablar gözlənirdi. Kinküdurət doğuran bu siyasətin icrasında Kufə şəhərinin vəziyyəti hər yerdən pis idi. Çünki Kufə Əli əleyhisselamın şiələrinin mərkəzi hesab olunurdu. Muaviyə Ziyad İbn Süməyyəni Kufənin valisi təyin etdi. Sonradan Bəsrənin də hökumətini ona tapşırdı. Bir vaxtlar Əli əleyhisselamın şiələrindən olan Ziyad onları çox yaxşı tanıyırdı. O, şiələri harada gizlənmişdilərsə tapıb öldürdüyünü öldürdü, bəzilərini hədələyərək əl-ayaqlarını kəsdi, gözlərini çıxartdı. Xurma ağaclarının budaqlarından asırdı və onları İraqdan didərgin saldı. Belə ki, daha şiənin tanınmış şəxsiyyətlərindən heç biri İraqda qalmadı. Kufə və Bəsrədə təzyiqlərin artması. Yuxarıda qeyd etdik ki, İraq əhalisi, xüsusən də Kufəlilər hamıdan çox təzyiqlərə məruz qalırdılar. İş o yerə çatmışdı ki, onlar öz etibarlı, inamlı dostlarının evinə get-gəl edib, bir gizli söhbət etmək istədikdə, ev sahibinin xidmətçisindən qorxduqları üçün ondan xəbərçilik etməyəcəyi barədə and almayınca sözə başlamazdılar. Muaviyə ölkənin bütün valilərinə məktub yazıb onlara tapşırdı ki, Şiə və Əli övladlarının şəhadətini də qəbul etməsinlər. O məktubların birində belə yazır, əgər 2 nəfər bir nəfərin şiə olduğuna şəhadət verərsə, dərhal onun adını Beytulmaldan silin və onu hüququndan məhrum edin. Növbə ilə 6 ay Kufədə, 6 ay Bəsrədə vali olan Ziyad, Bəsrədə olmadığı dövrdə öz işlərini Səmərət İbn Cündəbə tapşırırdı. Səmərət bu müddətdə 6 ayda 8000 nəfəri qətlə yetirdi. Ziyad ona dedi, qorxmursan ki, onların arasında biri günahsız olar? Səmərət dedi, onların 2 bərabərini öldürsəm də yenə qorxmaram. Əbu Səvar Ədəvi deyir, Səmərət bir gün hamısı Quranı əzbərdən bilən 47 qohumumu öldürdü. Sülh, Aşura hərəkatı üçün zəmin yaradan. Bu qorxulu hadisələr İraq əhalisini möhkəm oyatdı və əhali Əməvi hakimiyyətinin əsl mahiyyətini az da olsa tanıdı.
Onlar artıq sakit oturmaqdan, süs qalmaqdan bezmişdilər. Tayfa başçılarının İmam Həsən əleyhissalamın sülhündən istifadə edib, Muaviyyənin səxavətindən bəhrələndiyi bir vaxtda İraqın adi əhalisi öz ayaqları ilə tərəfinə getmiş və öz əlləri ilə ona beyyət etmiş Muaviyyənin zalim hökumətinin əsl mahiyyətini yavaş-yavaş tanımağa başlayırdı. Muaviyyə Muğeyrə İbn Şöbəni Kufəyə, Abdullah İbn Amiri isə Bəsrəyə başçı təyin etdi. Osmanın ölümündən sonra Bəsrədən çıxıb getmiş Abdullah yenidən oraya qayıtdı. Muaviyyənin özü isə Şama gedib, Dəməşqdə ölkə işlərinin tədbirinə başladı. İraq cəmaatı hər dəfə Əli əleyhissalamın dövründəki yaşayışlarını yada saldıqda qəmgin olur və Əli əleyhissalamı himayə etmədiklərinə görə peşmançılıq çəkirdilər. Eləcə də Şam əhalisi ilə bağladıqları sülhə görə peşman olmuşdular. Onlar bir-biri ilə rastlaşanda bir-birini danlayır, bir-birindən soruşurdular ki, görəsən nə olacaq, nə etməliyik? Sülhdən bir neçə il keçməmişdi ki, Kufə şəhərinin nümayəndələri İmam Həsən əleyhissalamı görüb onunla söhbət etmək və onun sözlərinə qulaq asmaq üçün Kufədən Mədinəyə get-gəl etməyə başladılar. Bu əsasa görə İmam Həsən əleyhissalamın sülh dövrü gələcək günə qədər cəmaatın azğın Əməvi hökumətinə qarşı hazırlıq və döyüş üçün məşq etmək dövrü hesab olur. Elə bir gün ki, İslam cəmiyyəti artıq həmin gün mübarizə etmək üçün hazır olacaqdı. Qiyam etmək üçün hazırlığı bildirmək. İmam Həsən əleyhissalam sülh edəndə hələ cəmaatın düşüncə tərzi o dərəcəyə çatmamışdı ki, İmam əleyhissalamın məqsədini təmin etsin. O zaman İslam cəmiyyəti arzu və istək zəncirlərinin əsiri idi. Bu həmin arzu və istək idi ki, cəmaatda məğlubiyyət ruhiyyəsi yaratmışdı. Buna görə İmam Həsən əleyhissalamın qarşısında duran məqsəd cəmaatın fikrini Əməvi hökumətinə qarşı qiyama yönəltmək, cəmaata Əməvi hökumətinin həqiqi mahiyyətini başa düşüb fikirləşmək üçün fürsət verməkdən ibarət idi. Xüsusilə qeyd etmək lazımdır ki, İmam Həsən əleyhissalamın Əməvi hökumətinin cinayət və zülmlərinə, onların Qur'an və İslam qayda qanunlarını kəskin surətdə pozmasına işarə etməsi cəmaatın fikrini tamamilə oyadırdı. Yavaş-yavaş bu oyanış artdı və İraqın böyük şəxsiyyətləri İmam Hüseyn əleyhissalamın yanına gəlib ondan qiyam etməsini istədilər. Hadisələrin Mədinədə təsiri. İmam Həsən əleyhissalamın şəhadətindən sonra İmam Hüseyn əleyhissalam imamət məqamını öz öhdəsinə götürdü. Bu vaxtlar Muaviyyənin törətdiyi cinayətlər Mədinədə səs-küyə səbəb olmuş və İmam Hüseyn əleyhissalamın böyük şiə şəxsiyyətləri ilə İraq, Hicaz və başqa yerlərdə təşkil etdiyi ictimai yığıncaqların əsas söhbətinə çevrilmişdi. Məsələn, Muaviyyə Hicr İbn Udey və onun yol yoldaşlarını öldürdükdən sonra Kufənin adlı sanlı şəxsiyyətlərindən bir neçəsi İmam Hüseyn əleyhissalamın yanına gedərək məsələdən onu xəbərdar etdilər. Bu xəbərin yayılması ilə bütün möminlər arasında hökumətə qarşı böyük nifrət hissi oyandı. Bu məsələdən məlum olur ki, artıq o vaxtlar Əməvi hökumətinə qarşı müntəzəm olaraq müxalifətlər irəli sürülürdü. Bu müxalifətin təbliğatçıları və əsas aparıcı qüvvələr İmam Həsən əleyhissalamın sayca az olan ən yaxın dostları idi. İmam Həsən əleyhissalam öz ağıllı tədbiri ilə onların canını Muaviyyənin apardığı çirkin bəlasından qoruyub saxlamışdı. Bu azsaylı dəstənin məqsədi o idi ki, qiyamın yetişməsi və cəmaatı qiyama hazırlamaq məqsədi ilə Muaviyyənin hakimiyyəti dövrü ərzində törətdiyi bütün cinayətləri cəmaatın yadına salsın. Nəyə görə İmam Həsən əleyhissalam sülh, İmam Hüseyn əleyhissalam isə qiyam etdi? Ötən araşdırmalarda İmam Həsən əleyhissalamın sülhünün səbəblərini aydınlaşdırdıq. Burada belə bir sual irəli gəlir ki, nəyə görə İmam Həsən əleyhissalam sülh, İmam Hüseyn əleyhissalam isə qiyam etdi? Əgər sülh etmək düzgün fikirdirsə, bəs onda nəyə görə İmam Hüseyn əleyhissalam Yezidlə sülh bağlamadı? Yox, əgər vuruşmaq lazım idisə, onda nəyə görə İmam Həsən əleyhissalam vuruşmadı? Bu sualların cavabını bu iki böyük imamın yaşadığı müxtəlif şəraitli dövrdə
və Yezidlə Muaviyyənin rəftarında axtarmaq lazımdır. İndi Muaviyyə ilə Yezidin rəftarındakı fərqli cəhətlər haqqında az da olsa sizə məlumat verək. Muaviyyənin baş aldatmaları. Muaviyyə hakimiyyəti dövründə avam, aldadıcı plan və siyasətlərlə öz hökumətini şər'i və İslamı bir hökumət kimi göstərməyə çalışırdı. O, cəmaatın fikrini onun hökumətinin həqiqi İslam siyasətindən kənar olduğunu anlamaqdan yayındırırdı. Düzdür, Muaviyyə əməldə İslamı təhrif etmiş və əsl İslam hökumətinin yerinə Əməvi hakimiyyətini gətirib çıxarmaqla İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi. Lakin bununla belə yenə də İslamın zahirinə əməl edir, zahirdə İslam qayda qanunlarına riayət edirdi. Arada olan pərdələri cırmırdı. Sarayında azca da olsa İslamın zahiri qayda qanunlarını dəyişməyə qoymurdu. O çox yaxşı bilirdi ki, din və İslam xilafəti adı ilə cəmaata başçılıq edir. Buna görə də aşkarda elə bir iş görməməli idi ki, cəmaat o işi dinə qarşı mübarizə kimi qələmə versin. Çünki Muaviyyə də elə bu dinə əsasən cəmaata rəhbərlik edirdi. Əksinə, o tutduğu mövqeyə uyğun olaraq həmişə öz əməllərini din çərçivəsində yerləşdirirdi. İslam və din qayda qanunlarına uyğun olmayan işləri isə gizlində görürdü. Bundan əlavə Muaviyyə çətinlikləri həll etməkdə və müşkülatı yoluna qoymaqda fövqəladə bir siyasət işlədirdi. Çətinlikləri xüsusi yollarla həll edirdi. Ancaq Yezid bu cür siyasət yeritmirdi. Elə bu iki səbəbə görə Muaviyyənin hakimiyyəti dövründə qiyamın qələbə ilə nəticələnməsi və şəhadətin müsbət təsir verəcəyi sual altında qalırdı. Çünki cəmaat o vaxt Əməvi hakimiyyətinə qarşı qiyam etməyi düzgün hesab etmirdi. O vaxt cəmaatda Əməvi hakimiyyətinə qarşı hələ nifrət hissi oyanmamışdı. Cəmiyyətin ümumi fikri Muaviyyənin İslamdan kənar olduğunu hələ anlamadığına görə, bəzi gözlənilməz ünsürlər səbəbindən İmam Həsən əleyhisselamın Muaviyyə ilə mübarizəsi haqqın batıla qarşı mübarizəsi kimi yox, hakimiyyət uğrunda mübarizə kimi hesab olunurdu. Belə bir vaxtda şəhid olmaq qiyamın məqsədlərini irəli aparmaqda heç bir kömək etməz, cəmaatın ümumi rəyi səhv formalaşar və bununla da həqiqət heç olardı. Münasib olmayan mühit. Yuxarıda qeyd etdik ki, Muaviyyənin dövründəki siyasi vəziyyət elə bir halda deyildi ki, bir nəfər islah edici müəyyən bir yolla işi həll edə bilsin. Cəmiyyət öz ağlı ilə öz yolunu təyin edə biləcək səviyyədə deyildi. Əksinə, onda vəziyyət elə idi ki, o vəziyyətdə hər hansı bir islah edici fəsad rəhbərlərinin əməllərini gözləməli, fürsət düşdükdə öz imkanlarını, ətrafdakıları və düşmənlə mübarizəsini nəzərə almaqla əks tədbirlər görməli idi. Bununla da məğlub olmuş həqiqətə qalib gəlmiş yalan qarşısında qələbə qazandırmalı idi. İmam Həsən əleyhisselamın dövründəki əsas müşkül də elə bu idi. O dövrdə şəhadət lazımi şərait istəyirdi ki, fərdi şəhadətdən çıxıb ictimai şəhadətə çevrilsin. Şəhidin qanı cəmaatda yeni fikir yaratmalı idi. Tarixi faktlar göstərir ki, İmam Həsən əleyhisselam onun ətrafına toplaşmış süst ordu ilə onların gördükləri bəzi işləri sizin nəzərinizə çatdırmışıq. Ayağa qalxıb Muaviyyə ilə vuruşsaydı, onu tezliklə bir qəhrəman kimi şəhid etməzdilər, onu əsir tutardılar. Muaviyyə istəyirdi ki, özünün və ailəsinin İslam ordusu qarşısında rüsvaçılığını və bu ordu tərəfindən əsir olunmalarının əvəzini Muhammed Səlавatullahın ailəsinin böyüklərindən birini əsir tutmaqla çıxsın. Deməli, əgər İmam Həsən məğlub olsaydı, qəhrəman bir şəhid kimi Aşurada olduğu kimi öldürülməz, Muaviyyə tərəfindən əsir olunar və nəhayət müəmmalı şəkildə öldürülərdi. Bu da o dövrdə haqqa dəyəcək böyük bir ziyan olardı. Əgər İmam Həsən əleyhisselamın ordusu Muaviyyənin ordusu ilə döyüşdə məğlub olsaydı, Muaviyyənin ordusu müsəlman şəhərlərinə hücum edib, bacardığı qədər əhalini qırardı. Xüsusilə də Əli əleyhisselam və İmam Həsən əleyhisselamın tabiçiliyində olan Məkkə, Mədinə, Kufə, Bəsrə və digər şəhərləri talan edərdi. Beləliklə də ölənlərin sayı Kərbəladan fərqli olaraq məhdud qalmaz və həddi aşıb daşardı.
İmamın qarşısını aldığı Hədər qanın tökülməsi də elə bu idi. Bəlkə də elə bu səbəblərə görə İmam Hüseyn əleyhisselamın, İmam Həsən əleyhisselamın sülhünə razılıq bildirmək məqsədi ilə İmam Hüseyn əleyhisselam qardaşının şəhadətindən sonra Muaviyyənin son 10 il hakimiyyəti dövründə, yəni təxminən hicrətin 50-ci ilindən 60-cı ilinədək qiyam etmədi. İmam Hüseyn əleyhisselam o vaxt münasib fürsətin ələ düşməsi üçün günləri sayır və cəmaatın ümumi fikrini oyatmaqla kifayətlənirdi. Çünki İmam Hüseyn əleyhisselam əgər o vaxt qiyam etsəydi, bu qiyam İslam cəmiyyətində necə nəticələnəcəyi və cəmaatın fikrində necə cilvələnəcəyi məlum deyildi. Yezid, İslam cəmiyyətinin nifrətamiz siması. Yuxarıda dediyimiz məsələlər Yezid barəsində tamamilə əksinədir. Çünki Yezidin həm atası Muaviyyənin yeritdiyi siyasətdən başı çıxmırdı, həm də din adı altında cəmaata rəhbərlik etdiyi İslam dininin zahirindən də çox uzaq idi. Yezid hələ bişməmiş, şəhvətpərəst, özbaşınalıq edən, ehtiyat və uzaqgörənlikdən uzaq olan bir gənc idi. O ağılsız, qorxusuz, kefcil, əyyaş və çox aşağı səviyyəli fikir düşüncəsinə malik olan bir adam idi. Hakimiyyətə gəlişindən qabaq həvai nəfsinin qulu və dünya təmayüllü Yezid hakimiyyətə gəldikdən sonra da atasından fərqli olaraq heç İslamın zahirinə də əməl etmirdi. O hətta zahirdə də özünü dindar və imanlı bir şəxs kimi göstərmirdi. Əksinə, qorxusuzluğu nəticəsində İslamın zahiri qayda qanunlarını da pozur və şəhvətini doyuzdurmaqdan ötürü əlindən gələni edirdi. O açıq-aşkar şərab içir və açıqcasına fitnə-fəsad törədirdi. Yezid siyasi nöqteyi nəzərdən o qədər zəif idi ki, İslamla barışmaz düşmən olan və cahiliyyət dövrünü xatırladan Bəni Üməyyə hakimiyyətinin əsl mahiyyətini cəmaata aşkar etdi. Yezidin bu qanun pozuntuları və işlərə laqeyd yanaşması artıq onun xilafət məqamını qoruyub saxlamağa ləyaqəti olmadığını və müsəlmanların rəhbəri olmasına səlahiyyəti çatmadığını hamıya sübut etmişdi. Buna əsasən Bəni Üməyyə hakimiyyətinin muzdurları İmam Hüseyn əleyhisselamın qiyamını cəmaatın fikrində müttəhəm edə bilməzdilər. Çünki cəmaat Yezidin dini qayda qanunlarla heç cür uyğun olmayan işlərini öz gözləri ilə görürdü. Elə Yezidin bu rəftarı onun hökumətini devirmək üçün, qiyam etmək fikrini cəmaatda oyatmaq üçün mühüm amil hesab olunurdu. Belə bir dövrdə cəmaat İmam Hüseyn əleyhisselamın qiyamını siyasi ixtilaf və vəzifə üstündə mübarizə kimi yox, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin balasının İslamı qorumaq məqsədi ilə batil hökumət əleyhinə mübarizəsi kimi qələmə verirdi. Qiyamçılar qüvvə toplayır. İmam Hüseyn əleyhisselamın qiyamının başqa bir səbəbini də İmam Həsən əleyhisselamın sülhündən sonra şiələrin dəvətinin genişlənməsində və ümumi fikrin oyanmasında axtarmalıyıq. Çünki İmam Həsən əleyhisselamın sülhündən sonra Əməvi hökumətinə qarşı yaranmış hərəkat günbəgün artır və hərəkatın dairəsi genişlənirdi. Muaviyyənin də siyasəti istər bilərəkdən, istərsə də bilməyərəkdən bu hərəkatın genişlənməsinə gətirib çıxarmışdı. Çünki İmam Həsən əleyhisselamın şəhadətindən sonra meydanı biraz açıq görən Muaviyyə get-gedə vəziyyəti cəmaata, xüsusən də Əli əleyhisselamın şiyələrinə çətinləşdirir və əlindən gələn zülmü edirdi. Muaviyyənin müsəlmanların hüquqlarına dəfələrlə təcavüz etməsi və onun ordusunun günahsız insanları qırması, yaxud əziyyət verməsi, sülh müqaviləsinin pozması, sülh müqaviləsində qeyd olunanın əksinə olaraq özündən sonra Yezid üçün Vəli-i Əhd adı ilə cəmaatdan beyət alması, nəhayət İmam Həsən əleyhisselamı zəhərləməsi, Bəni Üməyyə hakimiyyətini daha da ləkələyən və onun mövqeyini bir qədər də zəiflədən məsələlər idi. Bu hadisələr şiyələrin birləşməsi və Əməvi hökumətinə qarşı cəbhənin güclənməsinə və tədricən İmam Hüseyn əleyhisselamın qiyamının başlanmasına səbəb oldu. Görkəmli Misir alimi və yazıcısı Doktor Taha Hüseyn sülh müqaviləsindən sonra Muaviyyənin şiyələri tənə və tənqid etməsini qeyd edərək yazır.
Muaviyyənin son 10 il hakimiyyəti dövründə şiələrin işi artdı və onların dəvəti İslam ölkəsinin şərqində və ərəb məntəqələrinin cənubunda həddən artıq yüksəliş tapdı. Belə ki, Muaviyyənin ölümü zamanı cəmaatın əksəriyyəti, xüsusən də İraq əhalisi Muaviyyəni lənətləməyi və Əhl-i Beyt məhəbbətini özlərinə bir dini vəzifə kimi hesab edirdi. Beləliklə də İslam cəmiyyəti Əməvi hökumətinin həqiqi simasını kifayət qədər tanıdı. Onlar bu hökumətin işgəncələrini kifayət qədər daddılar və bu hökumətin müsəlmanların hüquqlarına etdiyi təcavüz və zülümləri gördülər. Bu hökumətin Muaviyyənin hakimiyyəti dövründə üzünə keçirdiyi üzlük kənara çəkilərək, cəmaat onun həqiqi qiyafəsini tanıdı. Bunun da nəticəsində Muaviyyənin ölümü və İslam cəmiyyətinin oyanması ilə Muaviyyənin dövründə baş tutacaq bir qiyama mane olan səbəblər aradan qaldırıldı və Əməvi hökumətinə qarşı qiyam üçün yol açıldı. Belə bir vaxtda Hüseyn ibn Əli əleyhissalam azğın Bəni Üməyyə hökumətinə qəti zərbə indirərək o böyük və misilsiz qiyamı həyata keçirtdi. İlham verən qiyam. İmam Hüseyn əleyhissalamın qiyamı cəmiyyətdə böyük dönüş yaradaraq vəziyyəti dəyişdirdi. Bütün fikirləri Əməvi hökumətinə qarşı yönəldərək Təvvabin qiyamı, Mədinə əhalisinin qiyamı, Muxtar-ı Səqəfinin qiyamı, Zeyd ibn Əli ibn Hüseyn əleyhissalamın qiyamı və bir neçə başqa ardıcıl qiyamlara səbəb oldu. Əgər bu qiyam İmam Həsən əleyhissalamın dövründə və o həzrətin başçılığı altında həyata keçsəydi, heç bir nəticəsi olmayacaqdı. İmam Hüseyn əleyhissalam həqiqətdə öz qardaşının tutduğu proqramla irəliləyirdi. Çünki İmam Həsən əleyhissalam son dərəcə vüqarla kütbeyin insanların səhvlərinə dözərək, o dövrün həqiqətlərinin üstü örtülü olması nəticəsində sülh imzalamaqla yavaş-yavaş qiyam üçün zəminə yaradaraq, cəmaatın beynində inqilabı fikirlər oyatdı. Elə ki, şərait tamamilə hazır oldu, Hüseyn ibn Əli əleyhissalam fəsad mərkəzinə hücumun rəhbərliyini öz öhdəsinə götürdü. Tərəfdarların fərqi. İmam Həsən əleyhissalamla İmam Hüseyn əleyhissalamın yaşadığı dövr arasındakı fərqdən əlavə, bu iki imamın tərəfdarları arasındakı fərqi də nəzərə almaq lazımdır. İrəlidə qeyd etmişdik ki, İmam Həsən əleyhissalamın ordusu bir şayə eşitməklə bir-birinə dəydi və bəziləri imamın çadırına hücum edərək, hətta onun ayağı altındakı xalçanı da qarət etdilər. İmamla Şam ordusuna qarşı vuruşmaq və bu yolda can vermək istəyənlərin özləri fitnə yaradaraq imamı tək qoydular. İndi onları İmam Hüseyn əleyhissalamın tərəfdarları ilə müqayisə edin. İmam Hüseyn əleyhissalamın tərəfdarları Aşura gecəsi, yəni Tasua günü İmam Hüseyn əleyhissalama deyirdilər: "And olsun Allaha, əgər bilsək ki, öldürüləcəyik, sonra bizi dirildib yenə öldürərək, yandırıb külümüzü küləyə verəcəklər və bu işi 70 dəfə təkrarlayacaqlar, sənin yolunda can verməmiş, yenə səndən ayrılmarıq. Ölmək ki, bir dəfədən çox deyil, özü də şəhadətə yetişmək kimi ölmək. Bu, əbədi səadət və izzətdir." Bəli, bu cür insanlarla bəşəriyyət tarixində şəhadət adlı bir şövq, göylərdə Aşura adlı bir zümzümə yaratmaq olar. Lakin o cür şəxslərlə nə qələbə mümkündür, nə də şəhadət. Onlar adamı əl-qolu bağlı düşmənə təhvil verər və adama əsirlik zillətindən başqa heç bir şey nəsib etməzlər. İmam Həsən əleyhissalamın mübarizə səngərinin dəyişməsinin səbəbi də elə bu idi. Başqa sözlə desək, İmam Həsən əleyhissalam mübarizə məqsədini yox, formasını dəyişdi. Elə bil ki, nəqliyyat vasitəsi gedə-gedə namaz qılan şəxs nəqliyyat vasitəsi sağa-sola dönərkən o da yerini dəyişir. Ancaq cəhəti qibləyə tərəf durmaq olduğu kimi qalır. Haqq tərəfdarlarının məqsədi də daima batılə qarşı mübarizə etmək olub. İstər bu mübarizə Aşurada, Kərbəla çölündə, istər Kufənin məhəllə və küçələrində, istər Mədinə məscidində, istər Bağdad zindanında və istərsə də ayrı yerlərdə olsun. İmam Həsən əleyhissalam o dövrdə haqq ədalətin yayılmasına böyük mane olan Muaviyyəni hədəf tutmuşdu. Bu ali məqsədə gah ordu hazırlamaqla yetişmək istəyir,
gah da sülhü qəbul etmək tədbiri ilə. Bir vəzifənin iki tərəfi. Mücahid Əllamə Seyyid Şərafuddin Amili görkəmli alim Şeyx Razi Ali Yasinin çox dəyərli olan Sülhül Həsən, yəni İmam Həsən əleyhisselamın Sülhü adlı kitabına yazdığı ön sözdə deyir: İmam Həsən əleyhisselamın ən əsas məqsədi o idi ki, Cəddi Peyğəmbərin dinini aradan aparmaq üçün çəkilmiş planların qarşısını almaq üçün bu zalimların üzündəki pərdəni götürüb, onları cəmaata olduğu kimi tanıtdırsın. İmam bu məqsədinə tam şəkildə nail oldu. Əməvilərin çirkin üzündəki pərdə götürüldü və onların həqiqi siması aşkar oldu. Bu nemətə görə Allaha şükür olsun. İmam Həsən əleyhisselamın bu tədbirinin nəticəsində qardaşı İmam Hüseyn həqiqəti üzə çıxaran və ağıl sahiblərinə ibrət dərsi olan o böyük inqilabı həyata keçirtdi. Bu iki qardaş bir işin iki tərəfi idi. Hər birinin öz işi və öz vəzifəsi yerində. Özünə məxsus şəraitdə bu işi icra etmək və çətinliklərə dözmək baxımından, eləcə də fədakarlıq və canfəşanlıq göstərmək baxımından bir-biri ilə tam uyğun gəlir. İmam Həsən əleyhisselam öz canını bu yolda qurban verməkdən əsirgəmədi. İmam Hüseyn əleyhisselam Allah yolunda canından keçməkdə heç də İmam Həsən əleyhisselamdan irəli deyil. Əsas məsələ budur ki, İmam Həsən əleyhisselam öz canını sakit və aram cihadda, yəni soyuq müharibədə qurban verdi. Elə ki, sükutu qırmağın vaxtı yetişdi, Kərbəla şəhadəti meydana çıxdı. Elə bir şəhadət ki, İmam Hüseyn əleyhisselamın başına gəlməzdən qabaq İmam Həsən əleyhisselamın başına gəlmişdi. Nəzər sahibləri olan düşüncəli insanların fikrincə, Sabat günündəki fədakarlıq hadisəsi Aşura gününün hadisəsindən daha artıq olmuşdur. Çünki İmam Həsən əleyhisselam həmən gün fədakarlıq səhnəsində səbirli və dözümlü bir qəhrəman rolunu məğlub olub əldən düşmüş bir şəxs simasında oynadı. Buna görə də Aşura şəhadəti ilk növbədə İmam Həsən əleyhisselama, sonra isə İmam Hüseyn əleyhisselama yetişmişdi. Çünki Aşura hərəkatının əsas banisi İmam Həsən əleyhisselam olmuş, İmam Hüseyn əleyhisselam isə onu sona çatdırmışdır. İmam Həsən əleyhisselamın qiyamının həqiqəti öz səbir və hikməti sayəsində aşkar etməyə bağlı idi. İmam Hüseyn əleyhisselamın parlaq qələbəsinin səbəbi də məhz həqiqətin bu cür aşkara çıxması idi. Elə bil ki, İmam Həsən əleyhisselamla İmam Hüseyn əleyhisselam İslamın ziddinə olan Əməvi hökumətinin əsl mahiyyətini aşkar etmək və cəmaatı qəflət yuxusundan oyatmaq üçün müttəfiq olaraq bir proqram əsasında hərəkət etmiş və hər biri bir rolda çıxış etmişdilər. Təkcə fərq budur ki, İmam Həsən əleyhisselam öz rolunu hikmətli səbir əsasında, İmam Hüseyn əleyhisselam isə mərcəsinə qiyam etmək əsasında ifa etmişdir. Beləliklə də bir məqsədə çatmaq üçün mükəmməl bir taktika yaranmışdır. Sabat və Kərbəla hadisəsindən sonra cəmaat oyanıb hadisələr və vəziyyətin gedişi haqqında və Bəni Üməyyə hakimiyyətinin əsl mahiyyəti barədə fikirləşməyə başladı. Bu həqiqətləri nəzərə alaraq deyə bilərik ki, əgər İmam Hüseyn əleyhisselam öz qardaşı İmam Həsən əleyhisselamın vaxtındakı şəraitdə olsaydı, eyni ilə İmam Həsən əleyhisselamın gördüyü işi görəcəkdi. Eləcə də İmam Həsən, İmam Hüseyn əleyhisselamın yerində olsaydı, eyni ilə İmam Hüseyn əleyhisselamın gördüyü işi görəcəkdi. Çünki bu iki imam hərə öz vaxtının şəraitinə uyğun olaraq öz vəzifələrini yerinə yetirmişlər. İslam Peyğəmbəri bu hadisələri nəzərə alaraq öz uzaq görənliyi ilə bu iki övladı barədə buyurmuşdur. Həsən əleyhisselam və Hüseyn əleyhisselam İslamın iki imamıdırlar. İstər sülh etsinlər, istərsə də qiyam. Sülh yoxsa məsləhət. Bu bölməni Tehran şəhərində çap olunmuş Günün Qadını jurnalından götürülmüş Sülh yoxsa məsləhət adlı başlıqla yekunlaşdırırıq. İmam Həsən əleyhisselamın sülhünü, başqa sözlə desək, Muaviyyə ilə bağladığı atəşkəsi bəlkə də İslam dünyasında imamət məqamının ən çətin mərhələlərindən biri kimi adlandırmaq olar.
Tarixin bu inqilabi hərəkəti və onun insanı üzən çətinliklərinə dözmək həmişə mübahisələr törətmiş və suallara səbəb olmuşdur. Bu hadisənin acınacaqlı çətinliklərinə Həzrəti Əli əleyhissalamın oğlu İmam Həsən imana nisbət öz ali məqamı ilə dözmüş, ondan başqa heç kəs bunlara dözməmiş və dözə də bilməz. Ancaq təəssüflər olsun ki, qərəzi olan qərəz məqsədi ilə cahillər də öz nadanlıqları nəticəsində bu cür iman əsasında çəkilmiş planı təhrif etmiş və pis mənalara yozmuşlar. İmamların hamısı təqva nümunəsi və hərənin özünə məxsus yolu olmuşdur. Təqva hamısında müştərək cəhət olmuş, yolları isə bir-birindən fərqlənmişdir. Əli əleyhissalamın seçdiyi yol iki hissədən, sükut və qiyamdan təşkil olmuş və ümməti qabağa aparmışdır. İmam Həsən əleyhissalamın yolu birinci mərhələdə, İmam Hüseyn əleyhissalamın yolu isə ikinci mərhələdə atalarının yolu kimidir. Əli əleyhissalam sükut etmədən qiyam edib xəbərdar edici və həyat verən şəhadətə çatmazdı. İmam Hüseyn əleyhissalamın da fəryadı və canfəşanlığı qardaşının sülhü olmadan özünü tarixə sala bilməzdi. İmam Həsən əleyhissalamı öz sağlamlığını güdən bir şəxs kimi fikirləşənlər, eləcə də şur və həyəcan nəticəsində İmam Həsən əleyhissalamın da şəhadəti seçib Sabatda, Sabat, sülh müqaviləsi bağlanan yerin adıdır. Onunla əlaqədar olaraq sülh bağlanan günün də adı Sabat günü adlandırılmışdır. İmam Həsən əleyhissalamın bu sülhü inqilabi və tarixi bir hadisə olmuş, başqa sözlə desək, İmam Həsən əleyhissalamın aşurası olmuşdur. Yeni bir aşura, Kufədə yeni bir Kərbəla yaratmasını arzulayanların hamısı səhv fikirdədir. Yol seçmək mübarizənin ən əsas cəhətidir. Ola bilsin şəhadətə dözmək İmam Həsən əleyhissalam üçün daha asan olardı. Ancaq o da təkcə İslam və müsəlmanları fikirləşməli və mübarizənin ən əsas yolunu seçməli idi. Biraz fikirləşdikdə görürük ki, İmam Həsən əleyhissalamın dövründə sülhdən başqa heç bir yol yox idi. O da ancaq yaxşı ölmək və məqsədə çatmaq üçün idi. Əgər İmam Həsən əleyhissalam tək qaldığı bir dövrdə qardaşı kimi qiyam edib şəhid olsaydı, imamət xətti qırılardı. Əgər İmam Həsən əleyhissalamın da qardaşı İmam Hüseyn kimi 72 dostu olsaydı, bəlkə o da İmam Hüseyn əleyhissalam kimi qiyam edərdi. Ancaq düşmən onun ordusunu başından uzaqlaşdırdığı və hətta İmam əleyhissalamın öz arvadını onu zəhərləmək üçün razı saldığı, İmam əleyhissalamın ordusunun başçılarını İmam əleyhissalamı qolu bağlı Muaviyyəyə təslim etmək üçün pulla aldatdığı və nəhayət İmam əleyhissalamın qiyam üçün kömək istəyəcəyi bir ordunun başçısını İmam əleyhissalamın öz əleyhinə qiyama qaldırdığı bir halda, İmam əleyhissalamın sülhdən başqa çarəsi vardımı? İmam əleyhissalamın etibar edəcəyi təkcə insan var idisə, o da İmam Hüseyn əleyhissalam idi. Ancaq onu da sabahın aşurası gözləyirdi. Əgər Kərbəla şəhadətinin İmam Hüseyn əleyhissalamın başına gəlməzdən qabaq, İmam Həsən əleyhissalamın başına gəldiyini qeyd etməsək və İmam Həsən əleyhissalama Sabat günü fədakarlıq meydanında məğlub olmayan bir qəhrəman rolunu, məzlum və əldən düşməmiş məğlub, yəni sülhü məcbur olub qəbul etmişdir bir şəxs simasında ifa etməsinə nəzər salmasaq, insafsızlıq etmiş olarıq. Əgər İmam Həsən əleyhissalam Muaviyyə ilə sülh sazişi bağlamasaydı və həmən sülhün pozulması sınağı cəmaat üçün irəli gəlməsəydi, şübhəsiz ki, İmam Hüseyn əleyhissalamın qiyamı da baş tutmayacaqdı. Əgər İmam Həsən əleyhissalam Muaviyyəni özündən sonra canişin təyin etmək hüququndan məhrum etməsəydi və Muaviyyə Yezidi özündən sonra canişin təyin etməklə bu maddəni pozmasaydı, nə İmam Hüseyn əleyhissalamın qiyam etməyə bir səbəb olardı, nə də onun ardıcılları ona bəraət qazandırmaq üçün bir sübut tapa bilərdilər. Sabat və Aşura, Əməvilərin çirkin cahiliyyətinin ifşaçısı. O vaxtın cəmaatı Sabat və Aşura hadisələrinə nəzər salıb, Əməvilərin çirkin cahiliyyətini açıq-aşkar gördü. Gördülər ki,
İmam Həsən əleyhissalam sülh bağladı, ancaq Muaviyə sülhün şərtlərini pozaraq 5 maddənin heç birinə riayət etmədi. Nə öz hakimiyyəti dövründə Qur'an və Peyğəmbər sünnəsi ilə hərəkət etdi, nə özündən sonra hakimiyyəti onun əsl sahibinə verdi, nə xəlifə seçməyi şuraya tapşırdı, nə minbərin hörmətini Əli əleyhissalamı söymək üzündən qoruyub saxladı, nə söz verdiyi xəracını verdi, nə də Əli əleyhissalamın şiyələrini şirikdən uzaq olan əzab-əziyyətlərdən qorudu. Nəhayət, İmam Həsən əleyhissalamı da zəhərlədi. Ən böyük istək və bacarmamaq. İmam Həsən əleyhissalamın sakit, İmam Hüseyn əleyhissalamın isə səsküylü qiyamı nəticəsində gizli məsələlər üzə çıxaraq gizli fikirlər aşkar oldu. Bu İslamın İmam Həsən əleyhissalamda gizlənmiş qəzəbi idi. Bu qəzəb İmam Həsən əleyhissalamda qalaraq İmam Hüseyn əleyhissalamın bədənində cuşa gələn imamət bünövrəsinin qanuna çevrildi. İmam Həsən əleyhissalamın istəyib ancaq istədiyini yerinə yetirə bilməməyin bir nümunəsi idi. O elə bir mücahid idi ki, döyüşlərdəki şücaəti hamını heyran qoymuş və elə bir övlad idi ki, atasının rəşadət məktəbindən şəhadət məktəbinə qədər ondan bəhrələnmiş və irs aparmışdı. İmamət meydanındakı vəzifəsini təkcə sülhdə görüb, necə böyüklük və səbirlə onu qəbul edərək dözdü. Bu İmam Həsən əleyhissalamın seçdiyi yolun gözəlliyi idi. Bundan başqa heç bir şey değildi. O sükut və sülhü qılıncın tiyəsinə oturtmaqla İslamı qoruyub saxladı. Onun kəsici dili, qəti xütbələri və kəskin çıxışları qılınc sükutunun əvəzini lazımi şəkildə çıxaraq bu yolla qardaşının qanlı qiyamı üçün lazım olan şəraiti hazırladı. İş o yerə çatmışdı ki, Muaviyə onunla söhbət etməkdən qorxur və hilə ilə çalışırdı ki, onun səsini boğsun və mümkün qədər onu məclislərdə danışmağa qoymasın. Geniş meydanlarda cihad. İmam Həsən əleyhissalam islah yolunda ən böyük addım atdı. Fitnə, fəsad və silahın hakim olduğu bir dövrdə əxlaq, məhəbbət və islah məktəbinin qapılarını açaraq məqsədi islahdan başqa heç nə olmayan bir şəxs kimi öz adını Allah rizası ilə əvəz etdi. O, ilk mərhələdə sülhə əl atmadı. Əksinə, işin axırında və bütün mübarizə meydanlarında məğlub olduqdan sonra sülhü qəbul etdi. Onun mübarizəsi müxtəlif cəhətləri olan geniş meydanlarda oldu. Düşmənlə mübarizə zamanı həm ordunu, həm səngəri, həm də hilə və kələklərlə üzləşməyi imtahana çəkdi. Münafiq səhabələrinə qarşı islah qüvvəsindən, nəfslə mübarizədə isə qəzəbini boğub məcbur edilmiş sülhü qəbul etməkdən istifadə etdi. Bu məzlum və sakit imamın cihadlarına hətta gözüzü də olsa nəzər salmaqla hər etiraza cavab vermək olar.